Bakıda Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın təşkilatçılığı ilə Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları, dəyişikliklər və imkanlar mövzusunda 1-ci Avrasiya konfransı öz işinə başlayıb. Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın prezidenti Gürkan Kumbaroğlu bildirib ki, konfransda əsas diqqət Xəzər regionu enerjisi ilə bağlı iqtisadi məsələlərə yönəldiləcək və bu mövzu ətrafında müzakirələr aparılacaq. Son 10 ildə yüksək enerji qiymətlərinin təsiri ilə Xəzər regionunun neft-qaz hasil edən ölkələri sürətlə iqtisadi inkişaf təcrübəsinə malik olsalar da, hazırki aşağı neft qiymətləri onlara təsirsiz ötüşməyib, deyə Gürkan Kumbaroğlu qeyd edib. Azərbaycanın Energetika Nazirinin müavini Natiq Abbasov isə ölkəmizin neft hasilatı tarixindən danışıb. Əsrin müqaviləsinin Azərbaycanın karbohidrogen ehtiyatlarının istehsalı və dünya bazarlarına nəqli baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, hazırda Azərbaycan nəinki neft, o cümlədən təbii qaz ixracatçısına çevrilib. Azərbaycanın iqtisadiyyatının əsasını təşkil edən neft-qaz sektoru barədə məlumat verən SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə əsrin müqaviləsinin imzalanmasından ötən müddət ərzində əldə olunan nailiyyətlər və kəşf olunan yeni yataqlar barədə danışıb. O, həmçinin Şahdəniz yatağı və onun perspektivləri, yeni kəşf olunan qaz kondensat yataqları, Ümid və Abşeron, həmçinin Azərbaycanda hasil olunacaq qazı Avropaya nəql edəcək Cənub qaz dəhlizi, onun tərkib hissələri Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri barədə məlumat verib. Qaz ixrac edən ölkələrin forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adeli quruma üzv olan ölkələrin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu deyib. Bildirib ki, Azərbaycan bu sahədə böyük potensiala malikdir və qlobal qaz bazarında mühüm rol oynayacaq. İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xəlil İbrahim Akça Azərbaycanın EKO-nun fəal üzvlərindən biri olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan özünün neft-qaz resursları ilə nəinki regionun, o cümlədən Avropanın enerji infrastrukturuna töhfələr verməkdədir. Azərbaycan da media sponsoru olduğu və 24 ölkədən ümumilikdə 56 spikerin qatıldığı konfrans avqustun 31-nədək davam edəcək. Xəyalə Məmmədova, Şakir Qurbanov, Hümbət Məmmədov, Azərtac.